Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. Xəzər Futbol Liqasında 12-ci sezon qrup oyunları davam edir. Bu qarşılaşmada biz Beşevlər və Zəfər 44 kollektivlərini üzə görürük. Hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Maraqlı məhsuldar oyunun şahidi olacağıq. Meydanda sol tərəfdən formada, göyağ formada biz Beşevləri, sağ tərəfdə qırmızı formada isə Zəfər 44-ü görürük. İlkin Quliyev zərbə çəkdi. Müqəddəs yaxın gücünü bağladı, keçid yoxdur, qapıcı yoxluğunda. Müqəddəs qapını qoruyur. Römün bugünkü çıxışı necə alınacaq? Bir qədər də start heyətlər barəsində bəhs edəcəm. Hansı ki, Beşevlərdə qapıda Müqəddəs İskəndərli, müdafiədə Amin Nəbiyev, Zülfər Rızayev, mərkəzdə Niyad Neymətov, hücumda kapitan Vüsal Abbasov və İsmail Rızayev mübarizə apar rəqib adına. Zəfər 44 adına qapıda Xeyqani Babazadə, müdafiədə kapitan Nurlan Məmmədiyarov və Elçin Sadullayev. Mərkəzdə biz görürük Elvin Məmmədovu. Daha sonra bir kasaniye. Musayev Turalı, məsələ indi zərbəni indirən oyuncu və bir də İlkin Quliyev. Təbii ki, vəziyyətmələr başlayan zaman bunda nəzərinizə çatdıracağım. Hələ ki, texniki zonada heç səs görmürəm. Hər iki komanda adına heç səs yoxdur. Ehtiyatlar skamyasında dəhlizdən kimlərsə meydana daxil olsun. Bunu da xatırlatmasını edəcəm. Nurlan Məmmədiyarov artırməsi keçmədi. Burada Niyad Neymətov ayaq qoyma bacarmışdı Neymətov. Məmmədovun pressing var idi. Zülfər Rızayev. Bir ara türməsi Neymətov. Niyad Neymətov. İki nəfərin ötəsindən topu çıxarmaq istəyirdi, alamadı İlkin Quliyev. İyi gələnlər bizi xoş gördük. Hər birinizi salamlayıram. Ekran bəyəni paylaşanlar aşağıda darınızı görürəm. Hər birinizi ayrıca minnətdarım. Sözünüz, sualınız olursa da yazın, mən də cavablandırmağa hazıram. Bir də xatırladaq, Yeni Suraxanı stadionunda 12-ci sezonun qrup oyunları davam edir. Bu görüşdə Zəfər 44 və Beşevlər komandaları üz-üzədir. Qarşılaşmada elə ki, qolsuz bərabərlik var. Bir daha bunun xatırlatmasını edək. Korner olmalıdır Beşevlər adına. Duran top şansı. Köşdən zərbəni Vüsal Abbasov. Beşevlərin kapitanı yerinə yetir. Cərmə meydançası səndəvərində də kifayət qədər oyuncu var. Müqəddəs Xeyqani. İki gözəl hərəkət izlədik. Ondakı ən real gol epizodlarına birini izlədik. Müqəddəsin zərbəsi, Xeyqaninin seyvi. İndi altdan top oyuna daxil edilməlidir. Qardaşlar, 160 nəfəri bəlkə ekranı bəyənək. Nə deyirsiniz? Zəhmət olmasa. Orada yerlə zərbə Zülfür Rızayev. Arda dəmlələr izlədik. Arda cəhətlərdə qapını yoxladılar. Və indi nəticə hasil olur. Tilsim qırılır görüşdə 1-0. Beşevlər 1. Zəfər 44-0. İndi görək rəqibin buna cavab olacaqmı? Yoxsa bir tərəfli qollarını izləyəcək. Elçin Sadullayev ötürməsi bir qədər qısa qaldı. Neymətov rəqibin sağına atıb solundan keçdi. Son müdaxilə Sadullayevdən. Səhvini düzəldir. Yeni Suraxanı stadionunda Beşevlərin minimal hesablı üstünlüyü var. Zəfər 44 önündə. İlkin Quliyevin təzyiqi vardı. Müqəddəs uzaqlaşdırmaq həmləsi idi. Minnətdaram ekran bəyənənlər. Digərlər də qatılsın bu ekran bəyənməsinə, zəhmət olması. Bəyənə paylaşaq ki, yayım daha çox kütlə qarşısına çıxsın, daha çox şəxs izləsin. Yeni gələnlər, bir daha hər birinizi xoş gördük. Musayev ayaq saxladı, rəqibini yola saldı. Bağlı idi, geriyə qayıtdı. Elçin Sadullayev geridən qurulacaq həmlə. Sadullayev bir ara ötürməsi İlkin Quliyev. Tural Musayev zərbə çəkdi. İlkin təşəkkür. Fasilədə yaxınlaşdıraram. Sizlər də görərsiniz. Niyad Neymətov.
Nihat ötürmə komanda yoldaşına İsmail Rızayev. Xəqani. Çıxışda düzgün oynadı. Birə-bir də rəqibinə keçid vermir. Elvin Məmmədov Sadullayevi qapdı əmləyə. Musayev. Burada Amin Nəbiyevi keçə bilmir. Ramin ötürməsi. Nurlan Məmmədiyarov. Qarşılıqlı top itkisizlədik. Nihat Nemətov. Nemətovun zərbəsi Babazadə yerindədir. Məmmədiyarov. Sadullayev müdaxil etməyə bacardı. Tural Musayev. Zəfərin əmləsi. Sadullayev. Nurlan Məmmədiyarov. Kapitan topladı. Bir ötürməsi Kinkuliyevə doğru. Burada Zülfü Rızayev müdaxiləsi vardı. Zülfü meydandakı yeganə qolun sahibidir. Minnətdarım ekran bəyənlər. Görürsünüz, siz bəyənən kimi yayım qalxır. Odur ki, bəyənməni saxlamayaq, zəhmət olmasa bəyənə paylaşaq. Suallarınız olursa da yazın. Mən də çalışdığım qədər hər birini cavablandıracağım. Bir daha xatırladaq, Yeni Suraxanı stadionunda hələ ki, məhz Beşevlərin minimal hesablı üstünlüyü var. Zəfər 44 anın önündə, hələ ki, oyun baxımdan maraqlı mübarizənin şahidik. Xəqani Babazadə. Musayev. Tural bir ötürməsi Kinquliyev. Sonunda deyəsən bir toxunuş var idi. Referi Fəqan Kərimov korner işarə edir. Bəli, 2-3-dən zərbə olacaq. Elvin Məmmədov ona zərbə imkanı verilmədi. Nihat Nemətov. İsmail Rızayev. Nemetovu qatdı əmləyə. 2 nəfər var önündə, görə nə edəcək. Burada səmti dəyişmək istəyir. Vüsal Abbasov özünü çatdırdı. Kapitan zərbə Xəqani. Babazadə çox yaxşı reaksiya verir golkiper. Real Goldan komandasını xilas edir. Korner. 2-3-dən zərbə. Bitirməklə başladılar Müqəddəs. Gevdəyiq zərbə. Xəqani. Bir uzun ötürmək Elvin Məmmədov. Başla geriyə doğru Müqəddəs. Keçid vermir. Golkiper yaxşı çıxış edir. Təbii ki, bir daha xatırlatma edəcəm Beşevlər adına. Qapıcı yoxluğunda Müqəddəs qapını qoruyur bu görüşdə. Mövqe olaraq mərkəz və yaxud hücumda biz onu dəfələrlə izləmişik. Əsas mövqe qeyd etdiyim kimidir. Bütün dəqiqələr ərzində isə qapıda pis işlər görmür. Yaxşı çıxış edir. En azından ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlamağı bacarıb. Nihat Nemətov burada Kinquliyevin təzyiqi vardı Müqəddəs. Kimə doğru ötürmə gəldi. Sadullayev rəqibini qabaqladı. Kinquliyev. Səmti dəyişmək istədi, alınmadı. Fasilə əsnasında salımlarımızı çatdıraram. Yeri gələnləriniz xoş gördünüz. Turnirin rəhbəri Aydın Cəlilov timsalında bir daha sizləri salamlayırıq. Və onu xatırlatmasını deyək ki, Xəzər Futbol Liqasında 13-cü və 14-cü sezonlar artıq start götürəcək. 10 sezon Pro Liga adlanacaq, limitlər bir qədər fərqlidir. 14-cü sezon isə tam əvəzkar. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər məhz Aydın Cəlilova yaza bilərlər. Ətraflı məlumatı sizə təqdim edəcək. Burada Vüsal Abbasovun əlinə dəymişdi. Referinin gözü ilə yayımır. Elvin Məmmədov. Zəfər 44-ün yeni əmləsi Kinquliyev. Zülfü Rızayevin müdaxiləsi vardı. Zülfü meydandakı yeganə qolun sahibidir. Nemətov. Mərkəz xəttini keçsi. Görə nə edəcək? Elvinin geridə müdaxiləsi vardı. Top Beşevlərdə qaldığı üçün referi davam edir. Davam etdirir daha doğrusu. Sunluya buraxmışdı. Təbii ki, qayda pozuntusu belə epizodda qeydə alınır. Xatırlatma edək ki, 6 faul qapiyometrli birbaşa zərbə deməkdir. Yeni gələnlər bizi xoş gördük. Ekranı bəyənib paylaşanlar hər birinizə ayrıca minnətdaram. Aşağıda adlarınızı görürəm. Sağ olun, var olun. Məsələ sizlərin nə sualınız varsa yazın. Mən də cavablandırmağa hazıram. Amin Nəbiyev, eyni zamanda Vüsal Abbasov. Cinahda heç səs yoxdur. Vüsal burada rəqibini keçə bilmir. Musayev uğurladı. Ötürmə Elvin Məmmədov. Musayev. Qapıdan yan keçir. Görüşdə bir daha xatırladaq, Beşevlərin minimal hesablı üstünlüyü var. Yeni Suraxanı stadionda Beşevlər 1 zəfər 44-0.
İndi altdan top oyuna daxil edilməlidir. Neymətov. Ən geriyə Müqəddəs. Yerdən qurulacaq əmlə Müqəddəs. Yenidən Neymətovu düşündü. Vüsal Abbasov Zinatı özünü təklif edirdi. Səmti də dəyişə bilər. Nəbiyev də özünü göstərdi. Neymətov topla sanki çox oynadı. İlkin Quliyev. Musayev. İkədə burada ram etmədən zərbə indirsəydi fərqli senari izləyə bilərdik. Yeni gəlinlər bir daha hər birinizi salamlayıram. Xoş gördük hər birinizi. Ekran bəyənənlər sizlər ayrıca minnətdaram. Var olun. Aşağıda darvızı görürəm. Bəli, yarım final oyunu var saat məhz 23:00-da. Təbii ki, həmin görüşdə də canlı yayımız olacaq. Çox maraqlı bir görüş bizi gözləyir. 23:00-da yarım final qarşılaşması baş tutacaq. Bu oyun isə Xəzər Futbol Liqasında məhz 12-ci sezonun qrup oyunları çərçivəsində baş tutur. Elçin Sadullayev, burada İsmail Rızayevin təzyiqi var idi, amma qaydalar çərçivəsində top almaq mümkün olmadı. Musayev. Zülfü qarşıladı rəqibini Musayev. Nurlan Məmmədiyarov. Meydanın sol tərəfdə göya formada Beşevlər, sağ tərəfdə qırmızı formada isə Zəfər 44 komandası çıxış edir. Yeni Suraxanı stadionunda Beşevlər 1-0 hesabı ilə öndədir. Zəfər 44 anlayında Zəfərin əmləsi Nurlan Məmmədiyarov. Kapitan zərbə cəhdi Müqəddəs. Vüsal Abbasov gözlətmədən türməyə burada İsmail Rızayevi düşünmüşdük. XK nəzarət altında top meydanı tərk edir. 3200 ekran bəyənməsi 10.000 edəyi zəhmət olmasa bəyənə paylaşaq 10.000 olsun. İnanın ki 160 nəfəri bir dəqiqə içində 10.000 edə bilərik. Hər kəs bəyənsin bir anlıq. 10.000 edə sonra dayanaq. Musayev. Rəqin başı üzərinə atmaq istəyirdi. Qismən buna nail oldu. Zərbə istənilən kimi alınmır. Müqəddəs. Vüsalı qatır əmləyə. Vüsal Abbasov. Neymətov Feynizinatda hərəkətlənib. Qarşısına Məmmədiyarov var. İki kapitan üz-üzədir. Bir ar ötürməsi keçmədi. İlkin Quliyev sanki bu ötürmədən xəbərdar idi. Bu ötürməsi geridə qalınır. Ötürmə ilə başladılar Musayev. Zərbə Tural Musayev. Vurduğu nöqtədən zərbə indirdi. Uzaq güncü nişan aldı. Komandası adına tilsimi qırır. Hesabı bərabərləşdirir Musayev. 1-1. Sənimcə bundan sonra daha maraqlı mübarizənə şahid olacaq. Kartlar yenidən paylanır meydanda. Beşevlər 1. Zəfər 44-1 hesabı. Zülfü Rızayev açmışdı. Tural Musayev hesabı bərabərləşdirir. Müqəddəs. Bitirmə imkanı çatdı Neymətov. Neymətov Xəqani. Kiperdən keçid yoxdur. Sadullayev, orada Vüsalın təzyiqi vardı. Elçin Sadullayev. Qapı öndə riskli hərəkətlər. Elvin Məmmədov. Neymətov rəqibini təqib edərdə Zülfü Rızayev. Qarşılıq top etkisi izlədik. Musayev bir ara ötürməsi Elvin Məmmədov. İlki! Quliyev və gol! İlki! Geri dönüş, comeback gol oldu. 0-1-dən 2-1 etdilər. Bir dəqiqə içində Zəfər 44 adına 2 golun şahid olduq. Beşevlər 1, Zəfər 44 2. Müqəddəs. Niyad Neymətov, Zülfü Rızayev. İsmail'a doğru Sadullayev'in müdaxiləsi var idi. İsmail Rızayev. Neymətov həmləyə qatıldı. Vüsal özünü göstərdi. Abbasov yenidən Niyada doğru zərbə. Sadullayev. Sanki rəqibin belə əmlə edəcəyindən xəbərdar idi. Zərbəni qarşısını kəsməyi bacardı Neymətov. Vüsalla doğru ötürmə Zülfü. Bir də xatırladaq, Yeni Suraxanı stadionunda Zəfər 44-2-1 hesabı ilə öndədir. Beşevlər önündə Vüsal. Müqəddəs, Neymətov. Qarşısında içi Sadullayev var. Yerlə zərbə Xəqani. Altdan top oyuna daxil edilməlidir.
Amin Nəbiyev. Müqəddəs İskəndərli. Mərkəzə doğru Nemətov. Amin boşdaydı. Yenidən onu düşünə bilərdi. Alınmadı. Elvin Məmmədov, İlkin Quliyev. Təhlükəli gəldilər. İlkin zərbə Müqəddəs. Bir də bu səfər İlkini məyus edir, keçid vermir. Nurlan Məmmədiyarov bu dəqiqələrdə onun tempi bir qədər də artıb. Elvin Məmmədov. Elvin yerdə qaldı. Qayda pozusu qeyd alır. Ədalət təmsilçisi məhz Təqran Kərimov. Hətta deyəsən rəsmi xəbərdarlıq sarı vərəqə də olacaq. Əlcibə getdi. Amin Nəbiyev sarı vərəqə görür. Bu görüşdəki ilk rəsmi xəbərdarlıqdır. Beşrəflərin 4 nömrəli oyuncusu Amin Nəbiyevi göstərildi. Təhlükəli bir nöqtədən standart vəziyyət cərimə zərbəsi. Müqəddəs 3 nəfərdən ibarət canlı sədd istədi. Zərbə çəti yerilə Müqəddəs. Elvin Məmmədov. Xeyqani Babazadə bir qədər rəqibin təzyiqini gözlüyordu. İlkin Quliyev sinəsilə rəhmətli. Quliyev akrobatik zərbə. Müqəddəs uzandı. Korner olacaq. Başla zərbə Müqəddəs. Artıqda çəklər alınmır. Məhz eyni adlı YouTube kanalında Xəzər Futbol Liqasının YouTube kanalı vasitəsilə bütün oyunların tam icmalına baxa bilərsiniz. Bugün başlayan oyunlar sabahsı gün artıq YouTube kanalında olur. Kanala abunə olun və oyunların bildirişlərindən xəbərdar olun ki, bütün oyunların tam icmalına baxa biləsiniz. Ötürmək istəyək keçmir. Ekran artıq 7500-də bəyənə bilənə zəhmət olmasa 10.000 edək. Bəyənənlər var kifayət qədər aşağıda darınızı görürəm. Yerlərdə bir qədər bəyənməyə qatılsın. 10.000 edək sonra dayanaq. 7600 hətta 7700 oldu artıq. Yana kimdə toğum? Vüsal Abbasov. Bir ara ötürməsi Vüsal. Bir qədər ayaq saxladı Abbasov. Cina dəyişdi. Da Nemətov vuram edə bilmir. Bu arada oyuncu dəyişikliyi baş tutur. Zəfər 44 heyətində İlkin Quliyev əvəzləndi. Ona əvəzinə Mərhəmət Yusifli artıq meydandadır. Zərbə cəhdi Xeyqani mövqe olaraq düzgün seçib etmişdi, keçid vermədi. Vəziyyətmənin komandaya faydası olacaq mı? Son anda bir toxunuş var idi. İlkin Quliyevin aktivində qol var. Komandası adına 2 qoldan birini müəllifi Məsudov. Digər isə Tural Musayev, rəqib adına isə Bəklinin oyuncu Zülfü Razayev olub. Məsələn, bu timsalında yeri gəlmişdə xatırlatmasını edəyim. Musayev və keçmədi. Nemətov əksi əmli ola bilər. Nemətov davam edir. Hakim üstünlüyə buraxdı. Nemətov. Görə nə edəcək? Nemətovun zərbəsi keçmir. Sadullayev zərbənin qarşısını kəsməyi bacarmışdı. Geçin Sadullayev. Mərhəmətli düşünü gerdən bir müdaxilə var idi. Topsuz müdaxilə İsmail Rızayev qaydanı pozub. Rəsmi xəbərdarlıq İsmail Rızayev. Görüşdə ikinci rəsmi xəbərdarlıq, ikinci vərəqə. Bundan öncə eyni adlı komandada Amin Nəbiyev sarı vərəqə görmüşdü. Bu arada Beşevlərin artıq pasivində 5 qayda pozusu var, 5 faul var. Odur ki, olacaq bir faul. Qapıya 10 metrli birbaşa zərbə deməkdir. Qalan dəqiqələr ərzində ilk hissənin sonuna qədər daha diqqətli, daha ehtiyatlı çıxış etməlidirlər. Hələ də ki, hesabda minimum fərqlə geridə bu kobudluqlardan, köntöy davranışlardan bir qədər qaçınmalıdırlar. Təxmin olaraq ilk hissənin bitməsinə 5 dəqiqə yaxın bir müddət qalıb. Da xatırlatmasını edək. Yeni Suraxanı stadionunda Zəfər 44 2-1 hesabı ilə öndədir. Beşevlər önündə.
Yerlə zərbə müqəddəs kəmlədə top özündə saxlama bacardı Zülfü Rızayev indi. Nihat Neymətov əmləyə qatdı. Ötürməsi Vüsal Abbasov və İsmailin öndə qaldı. Rızayev, Sadullayev top meydandan çıxarma bacardı, əmləni uzaqlaşdırdı. Neymətov 2 nəfərin atəsindən ötürmə verdi. Paralel olaraq bir ötürmə gəlmişdi. Zəfər 44 oyuncuları təhlükəni soğuşdurdular. Neymətov döndü zərbə indirdi. Xəqani Babazadə 2 cəhdə top özündə saxladı. Musayev topu meydanda saxlama mümkün olmur. 9700 artıq ekran bəyənməsi. Bəyənə 10.000 olsun. Zəhmət olmasa son 300 bəyənmə. 9-7'də sonra dayana bilərik. Neymətov, Vüsal Abbasov. Top qapıdan aralı keçid çərçivəyə düşmə mümkün olmadı. Xəqani Babazadə, Mərhəmət Yusifli. Mərhəmət komandasının ən inamlı oyuncularından biridir. Sabiq üzvlərindən biridir. Musayev sinəsilə ram etdi. Zülfü özünü çatdırıb müdaxilə etmək bacarmışdı. 10.000 üçün təşəkkürlər. Minnətdarım hər birinizə ayrı-ayrılıqda. Minnətdarımı bildirirəm, aşağıda darb üzüyorum. Bu arada yaxıdan rəqib komanda top oyuna daxil etməlidir. Topda hərəkətli olduğu üçün. Amin Nəbiyev. Görək nə deyəcək Nəbiyev. Bir qədər ayaq saxladı. Nihat Neymətov. Təxmin olaraq 2 hissədə son 3 dəqiqə. Xəqani Babazadə təzyiq var idi. Zülfü Rızayev. Sadullayevin kritik müdaxiləsi. Elvin bir ara ötürməsi. Musayev. Qapıya doğru çevirmək istədi amma istədiyi kimi düşündüyü kimi alınmır. Orada bir dəqiqəli taymat istəyi var idi amma məhz 2 hissənin artıq sonlarına çatdığım üçün Fəqan Kərimov sonlara doğru taymatın olmayacağını qeyd etdim. Neymətov, Nurlan Məmmədiyarovun təzyiqi vardı. Vüsal Abbasov, Neymətov ram etməkdə çətinlik çəkdi. Mərhəmət Yusifli. Marsel dönüşüyle burada rəqibini keçsin. Mərhəmət. Bu əmlələrinin sonu nəticəsiz qalır. Zülfü Rızayev. Daban ötürməsi müqəddəs. Meydan rəqibin onun səsində artıq 4 komanda yolaşı var. Musayev, Nihat Neymətovun öndə qaldı. Neymətov Musayevlə mübarizə apardı. Nihat Neymətov ötürmə isə İsmail Rızayev. Özləti zərbə indirdi. Xəqani Babazadə. Keçid yoxdur deyir. Ötürmə imkana çatdı. Elvin Məmmədov. Elvin! Yapçın aldadıb zərbə indirmək istəyirdi. Top özündən bir qədər əli buraxdı. Zərbə imkanı itirmişdi. Elçin Sadullayev. Bir ötürməsi. Mərhəmət Yusifli. Mərhəmət. Elçin Sadullayev. Fasilədən öncə hesabda bir dəyişiklik olacaqmı bir daha xatırladaq. Yeni Suraxanı stadionda Zəfər 44 2-1 hesabı ilə öndədir rəqib. Beşevlər önündə. Musayev. Musayev rəqibini keçməyi bacardı. Zərbə. Komanda saatına tilsimi o qırmışdı. Uzaq məsafədən indirdiyi zərbə ilə fərqlənməyi bacarmışdı. Müqəddəs Gəndərli. Beşevlər ən azından fasilədən öncə hesabı bərabərləşdirmək istəyir. Təbii ki, bir qədər tələskənlik var. Bu tələskənlik özü ilə birgə top itkisi gətirir. Mərhəmət Yusifli. Amin Nəbiyev var qarşısına. Mərhəmət zərbə cəhdi keçmədi. Amin Nəbiyev. Mübarizənin qalib tərəfidir Zülfü Rızayev. Top meydandan çıxardı. 2 hissədə son dəqiqə oynanılır. Bu xatırlatmasını edək. Hətta son cəhdləri, son epizodları ilk hissənin. Nihat Neymətov. Nihat qapı itirib. Referi bu əmrlərdə ilk hissəni bitirir. Komandalar fasiləyə yollanır. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.